ən ədalətsiz hallardan biri də odur ki, Azərbaycan əsgərləri arasında təltif olunanların sayı digərlərinə müqayisədə çox az idi. Və bununla bağlı da çoxlu faktlar var, Respublika rəhbərinin şəhidlər var. Təsəvvür edin ki, məsələn, qayda var da, bir tankı vurana filan orden verirlər, 2 tankı vurana filan. Yəni bunlar belə bir qayda var. Rəsmi olaraq döyüşlərin gedişində Azərbaycanlı konkret adları göstərilir. Neçə tank vururlar və yaxud da tək başına 8 Alman əsgərinə, zabitlə birlikdə əsir alan adam. Yəni bu təltif olmalıdır və əksər hallarda onların təltif olması haqqında göndərdikləri təqdimat başqa bir şəxsin adına, ya komandirin adına, ya Rus komandiri və yaxud da onun müavinin adına və yaxud da kimsə adına dəyişdirilirdi və o təltif olunurdu. Azərbaycan rəhbərliyi konkret faktlar da göstərir ki, məsələn, deyək, hansısa bir yaşayış məntəqəsinin alınmasında Azərbaycan milli diviziyaları bilavasitə onlar giriblər bu məntəqəyə. Amma halbuki o məntəqənin ələ keçirilməsi digərlərinin adına yazılırdı. Təltif olma ilə bağlı o vərəqələri axtarıb tapmaq, Rusiyanın Müdafiə Nazirliyində yerləşir. Onları tapmaq lazımdır ki, nə qədər Azərbaycanlı mükafata təqdim olunmuşdu və nə qədər Azərbaycanlı bu mükafata layiq görüldü.